Deməli, dostlar, tanıdınız da yəqin 13-cü xalq adından İlham Əliyevin təyin etdiyi xalq düşməni. Oruc Zahid Məhərrəmoğlu. 33 saylı Xətai 1-ci seçki dairəsi. Yadınızdadırsa, mənim bunun birinci deyək ki, keçirilən deputat 95-ci il idi də, onda keçirilən seçkidə çox yaxşı yadımdadır. Onda bu, bilmirəm, bu birinci seçkidə seçildi, yoxsa ikincidə seçildi dəqiq. Ona görə ki, bu bilirsiniz də Fəzail Ağvalının bacısı oğludur. Bunun dayısı da Fəzail və oğul dayıya oxşamasa haramdır. Hamımız bilirik də bu məsələni. Zahid Məhərrəmoğlu Oruc, yəni Orucov. 1 fevral 1972-ci ildə Əli İsmailli Gədəbəy rayonu Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı 2001-ci ildən, deməli, ikinci seçkidən başlayıb bu. Və Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, Azərbaycan Respublikası Prezidenti yanında Əf Məsələləri Komissiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri 2019-2026-cı illər. Həyatı Zahid Məhərrəm oğlu Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əli İsmailli kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub. 1999-2000-ci illərdə Ana Vətən qəzetinin baş redaktoru olub. Ehtiyatda olan zabitdir, Rus, Türk və İngilis dillərini bilir. Ailəlidir, 2 evladı var. Elmi fəaliyyəti 1994-cü il deməli Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun aspiranturasına daxil olur. Həmçinin Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub. Siyasi fəaliyyəti Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb. 1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavin seçilib. 2001, 2005, 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən 2, 3 və 4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Deməli, dostlar, mən bunu həmən o Bərdi ilə bağlı danışım. Deməli, 2001-ci ildə Zahid Oruc ilk deputat seçiləndə mənim yaxşı yadımdadır. Deməli, Musavatdan bir namizəd də var idi, Neymət Əliyev. Həmən bu Zahid Orucdan ikisi də oradan namizədliklərini vermişdilər.
Və məsələ burasındadır ki, həmin o Nemət Əliyev seçilmişdi. Və həmin bu Zahid Oruc deməli 3 seçki və bu məhkəmə Avropa məhkəməsində falan da həmin o Nemət Əliyev udub və bu gün həmin onun haqqını oğurlayaraq Zahid Oruc bu gün də hələ deyək ki 2001-ci ildən üzü bəri 7-yə qədər Milli Məclisin deputatıdır. Və Milli Məclis Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq Parlament Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülür. 10 il müddətində Azərbaycan Respublikası Milli Məclisi NATO Parlamentlər Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konferansların işində yaxından iştirak edib. Çoxlu məruzələrin və təqdimatların müəllifi kimi tanınıb. 12 avqust 1913-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürüb. Təsəvvür edirsiniz də Zahid Oruc öz təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb. Bu səbəbdən Ana Vətən Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası həmin bu ilin avqustun 15-də Zahid Orucu partiya sıralarından xaric edib. O vaxt belə bir tamaşa qurmuşdular. Deməli, Fəzail Ağamalı ilə ki, güya bu namizədliyini verdiyinə görə Ağamalı böyük səs-küy almışdı və onu partiya sıralarından güya çıxartdılar. 11 fevral 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdi. Dövrü mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən Azərbaycanın dövlət və ictimai həyəti ilə bağlı ardıcıl məqalələrlə çıxış edib. 2024-cü il oktyabrın 8-də Monqolistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Mükafatları beynəlxalq Marşal mərkəzində onlarla qeyri-hökumət təşkilatlarının NATO'nun sülh naminə tərəfdaşlıq proqramının çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikatlar və digər nominasiyalar almışdı. Və demək olar ki, Zahid Orucun Wikipediyada qeyd olunan deyək ki, belə tərcümə halı, yəni bu qədər. Və onu deyim ki, yəni mən o nöqteyi nəzərdən deyirəm ki, əziz qardaşlar, bu Zahid Oruc mən sayıram ki, Azərbaycan parlamentində ən ləyaqətsiz, ən şərəfsiz, yəni bu insanlığa layiq olmayan ən deyək ki, canlılar, iki ayaqlı canlıların içində ən qorxulusu və təhlükəlisidir. O istənilən anda, istənilən vaxt, istənilən adamın üzünə durar, nə desə İlham Əliyev onu eləyər. Yəni o nöqteyi nəzərdən və onu da qeyd edeyim ki, deyək ki, Azərbaycan Milli Məclisinin 30-cu xalq adından İlham Əliyevin təyin etdiyi xalq düşməni olan Oruc Zahid Məhərrəmoğlu deməli 33 saylı Xətai ikinci seçki dairəsindən. Bu qədər bəsit və bizim 33-cü şərəfsiz deputatımız.